Səfər təlimatı gözləyirdik. Səfər təlimatı dünənləri səhər rabitə ilə çağırdı mənə, bu təsislə çağırdı ki, bəs bizə Rostov limanına veriblər buğda səfəri. Hər hansı boşaltma limanı, türk limanları olur. Dedim, çox gözəl. Danışdıq, lövbərdən qalxdı, bu Rostov limanına doğru hərəkət elədi. Biz bəzi saytlarda yazırlar ki, gəmi Berdiansk limanına girirdi, ya Mariupol limanına girirdi. Bu gəmilər ümumiyyətlə Berdiansk ya Mariupol limanına girmir. Çünki o limanlar həm birinci tanınmamış yerdir, həm də ikinci də ki, yararsız vurulublar, dağıdıblar da yararsızdır ora. Berdiansk'a deyə bilmərəm, amma Mariupol tam yararsızdır da, yəni. Bu həmin yol oradan keçir ancaq. Bu dənizçilər bunu bilir. Yəni dəniz yolu gəlib Mariupol limanının, həm şəhər limanının yanından keçərək 74 dərəcə hardasa kursuna Taqanrog körfəzinə daxil olursan. Həmin yerdə də gecə saat 1 radələrində dron hücumları olub. Çox təəssüflər olsun ki, o dron hücumlarından həm Çirkon gəmisi, həm də Natra gəmisi, ikisində də Azərbaycanlılar çalışırdı. Siz yola çıxmamışdan əvvəl həmin əraziyə yaxınlaşarkən hər hansısa təhlükəli hadisələrlə bağlı öncədən xəbərdarlıq edilibmi sizə? Hər hansı xəbərdarlıq? Yola çıxmadıq, onlar çıxdı. Biz gözləyirik. Biz orada çox gedib gəlirik. Dron hücumları olur. Olur dron hücumları, ancaq ticari gəmilərə olmurdu. Ən çox tankerlərə olurdu, həm də ki Rus bayrağı altında üzən gəmilərə olurdu. Ticari gəmilərə, quru yük gəmilərinə olmurdu. Olsa da Rus bayraqlı gəmilərə olurdu. Bu son zamanlar, yəni bu quru yük gəmiləri başqa bayraq altında hücum olmağa bizi də təəccübləndirib. Amma dron hücumları olurdu hərbi obyektlərə, hərbi gəmilərə, ticari gəmilərə olmurdu. Olsa da tankerlərə olurdu. Sizin dəqiq məlumatınız varsa, əgər dron zərbəsi gəminin hansı hissəsini zədələdi, hansı dağıntılara səbəb oldu və yaralanan ekipaj üzvləri, həlak olan ekipaj üzvləri var. Hadisə zamanı onlar harda idi? Necə oldu ki, onlar həlak oldu? Burada saat 1-ə işləmiş gecə süvari kapitan saat 8-dən 12-yə vadiyə tutur, yəni vaxt tutur. Orada bilirsiniz, hər köməkçi var, kapitanın ikinci köməkçisi var, baş köməkçisi var, bir də kapitan özüdür. Saat 8-dən 12-yə, axşam da 20-dən gecə 24:00-a vadiyə tutulur. Vadiyə dəyişikliyində bu Natra gəmisində, Natra bizim şirkətin deyil, amma Çirkon gəmisi bizim şirkətin gəmisidir. Süvari bəncə odasında olub, biz də yəni, çünki biz şeydən də gördük, onlar Facebookda dron hücumunu da paylaşıblar. Kapitanın otağı burada gəminin yaşam mahəlləsi dillərdə, yaşayış yeri olan, Rusca nastroyka dillər, yaşam mahəlləsinin tam önündədir, həm baş mexanikin, həm də kapitanın. Birinci zərbədən görürük ki, kapitanın yəni düz otağına vurulur. İkinci zərbədə baş mexanikin otağına vurulur. Gəmi saatlərdə 4 azdan biz eşitdiyimizə görə 2 dron zərbəsi olub. Yanğın olub, heyət özün itirən də olub, atıb dənizə, qorxan da gənclər qorxublar, atıblar dənizə. O cümlədən də Fuad kapitan çox təəssüflər olsun, dəqiq bilmirik. Tək bizim fikirləşdiyimiz olmasın inşallah. Amma Natra gəmisindədir ki, kapitan da, oradakılar da Azərbaycanlı idi. Mənim qrup yoldaşım idi, Rəcəb Əhədov Neftçilər rayonundan. Həm yerliyik, həm də. Allah rəhmət etsin. Onun vəfat etməyən dəqiq bilir ki, o vəfat edib, bir də ikinci köməkçisi. Onlar köprü üstündə olub. Onların gəmisində də dron hücumunu direkt köprü üstünü vururlar. Gəminin idarə olunan yerini vururlar. Videosunda da var, zaten görükür. Həmin vurulan Amur tipli gəmidir. Allah rəhmət eləsin, yaralananlara şəfa diləyirəm, ölənlərə rəhmət, Allah ailələrinə səbir versin. Hadisə zamanı hər iki gəmidə ümumilikdə neçə Azərbaycanlı var idi? Bizim gəmidə 14 heyət olub, hamısı da Azərbaycanlı olub. İndi türk vətəndaşı da olabsın, mən dəqiq onu bilmirəm. Bizim gəmidə məsələn indi 13 səfər o gəmidə olabsın, türk vətəndaşı da olsun. Çoxluğu Azərbaycan vətəndaşları olur. İçərisində onlar 3-cü kapitan, 2-ci baş köməkçi türk ola bilər, türk vətəndaşı ola bilər. Yəni o tam onun heyət siyahısını bilmirəm, amma kapitan tanıdığım biri idi, Fuad kapitan, Orucov. Baş mexaniklə tanışdığım yoxdur, Əli məncə qismət olmalı idi. Baş mexanik, buyurun.
Fəal bəy, xilas etmə prosesi barədə nə deyə bilərsiniz? Xilas etmə əməliyyatı, ümumiyyətlə yardım əməliyyatı necə həyata keçirildi və ilk yardım sizə neçə dəqiqə, neçə saatdan sonra gəldi? Bizə bizim gəmi deyir, yenə deyirəm, biz burada durmuşuq, Kerçin çıxışının Azov dənizinə girişində durmuşuq. Onlar Mariupol yəni o ətraflarda olub da. Xilas etmə əməliyyatı oradan keçən gəmilər biz eşitdik. Mən də eşitdik, biz yəni dənizçi yoldaşlarımızla əlaqə saxlayırıq, orada işləyənlərlə saxlayırıq. Onlar dənizə atlayıblar özün. Sonra gəlib oradan keçən gəmilər xilas eləyib. Gəminin də adını tam deyə bilmərəm. Xilas edib Yeski limanına aparıblar, yəni ora. Sonradan indi o sahil tərəfdən xilas etmə gəlib-gəlməyib, o barədə məlumatımız yox. Son olaraq da ümumilikdə Azov dənizində o istiqamətlərdə təhlükəsizlik vəziyyətini necə qiymətləndirirsiniz? Belə risklərin artdığını hiss edirsinizmi son zamanlar? 3 risk var da, yəni birinci dərəcəli risk, ikinci dərəcəli risk, üçüncü dərəcəli risk. Üçüncü dərəcəli risk yəni baş vermiş hadisədir. Burada Rus limanlarında ikinci dərəcəli risk qoyulur, level 2 yəni 2 yazılır, level 2. İkinci dərəcəlidir. Həmişə bizə deyirlər, yəni hazır olun, belə olur. Dron atakları çox olur da, dron hücumları çox olur. O yüzden de yəni biz yenə də deyirəm, ticari gəmilərə olmurdu. Ona görə də yəni indi oldu, o da denk gəldi bizim vətəndaşlara da. Hələ bir daha keçmiş olsun deyirəm. İnşallah sizin bu ictimai televiziyada bu doğru mu? Bəli, ictimai televiziyadır. Siz işıqlandırırsınız, gördüm də getmişsiniz. Yəni sizə çox təşəkkürümü bildirirəm. Sizin rəhbərliyinizə də, sizin özünüzə də yəni əlaqə saxlamısınız. Bəzi saytlar oxuyuruq, indi Facebookda da burada oxuyuruq ki, yazıblar gəmi gedib Berdiansk limanına, Mariupol limanına. Ora yəni tanınmamış, niyə ora giriblər? Yəni ora keçmə gəmi işləmir. Gəmi gedir Rostov, gəmilər gedir Rostov limanına, Yeski, Tağıl, bu yerlərdən yük daşınır. Sadəcə onlar o ərazidə keçilib, gecə saatlarında hücum olub. O da Allah yəni ki, yenə deyirəm, rəhmətə gedənlərə rəhmət diləyirəm, ailələrinə səbir diləyirəm. Dənizçilər elədir ki, hamı bir-birini tanıyır, hamı bir-biri ilə əlaqəsi var. İstir Xəzər dənizində olsun, istir digər sularda üzən dənizçilərimiz olsun, hamı bir-birinə əlaqəsi var. Soruşurlar, o soruşur ki, gəmi ora getmişdi. Yox, gəmilər ora getmir. Yəni bilgiləri olsun, istəyir bu, yəni bilsinlər ki, gəmi Mariupol, Berdiansk limanlarına getmir. Sadəcə yolumuz oradan keçir. O da gecə vaxtlarında hücumlar olur. Hətta burada biz durmuşuq, burada da hücumlar olur. Keçən 3 gün bundan var, burada da hücumlar olur. O da vururlar, ya qarşısını alırlar. Sadəcə indi gəmiləri niyə vurdularsa biz onu bilmirik. Olmaz, yəni gəmiləri belə yəni yük daşımaya zərər vururlarsa da, niyə? Məsələn, insanlara yönətdilər. Yəni yaşayış məhəlləsi, onu ambara da vura bilərdilər. Yəni gəminin baş hissəsinə də vura bilərdilər. Yaşayış məhəlləsinə vurmaq yəni biraz düzgün olmadı. O da ki, insan tərəfindən gecə vaxtları bir yatan oldu, insanlar yuxulu oldu. Baxmadan yəni o həyəcanı yaşayan o insanlar bilir, çətin məsələdir. Adi bizim yanımıza bir füzə düşəndə gəmini necə sirkələdiyi məsələn bilirsən də görürsən, uzağa düşür, qırağa sahiliyə də vuranda görürsən ki, onun dalğası gəlir, yəni şey, beləncik oldu. Fəal bəy, çox təşəkkür edirəm ətraflı məlumat üçün, son xəbərləri çatdırdınız bizə. Mən də sizə sağ olun deyirəm, buradan da sizin vasitənizdən deyirəm ki, o saytlara da, yəni başa düşsünlər, ailələrindən uzaqdadırlar, yəni artıq əslində bildiyi şeyləri yazsınlar. Dənizlərdir, yaxın bizim məsələn hamı bir-birinin əlaqəsi var, soruşsunlar. Yenə də inşallah yaralananlar da şüalar gediblər, dəqiqlər. Birindən gördünüz də müsabət atasına demişdi, o tanıyıram. Deyib dəyiblər, şükür Allaha yaxşıdırlar. İndi Fuat kapitandan bir xəbər yoxdur. İnşallah bizim fikirləşdiyimiz olmaz, Allahın köməkliyi sağ-salamat taparlar. İnşallah. Fəal bəy, bir dənə son olaraq dəqiqləşdirmək üçün ad soyadı deyərdiniz, bir də siz hansı gəminin kapitanısınız, onu da deyərdiniz, əməkdaşlar qeyd eləsinlər. Amil Rızayev. Aha. Vasili Tatişev gəmisinin kapitanıyam. Cunda dənizçilik, Cunda shipping, Cunda dərəçilik şirkətini deyəm.
Oldu. Çox təşəkkür edirəm. Keçmiş olsun deyirəm həm sizə, həm həmkarlarınıza. Çox sağ ol. Allah bütün dənizçilərimizi və Allah bütün Azərbaycan xalqını qorusun. Sağ olun. Gecəniz xeyrə qalsın.